Günahlar xəstəliyinə düçar olmuş bir insan sanki ağlayaraq, sızıldayaraq İbn Teymiyyə məktub yazır ki, günahlar büsbütün ağlıma hakim kəsilib, ağlımı xarab edib. Allahı xatırlamaq istədikdə fikirlər məni oğurlayır. Allaha itaətə qalxmaq istədikdə nəfsim mənə mane olur, günahlara sevgi mənə mane olur. Neyniyim ki, müvəffəq olum xeyrə? Və sualın ikinci hissəsini şeirlə deyir. Deyir ki, ayığam amma sərxoş kimiyəm, bihuş kimiyəm. Həbibimə tərəf, sevgilim Allaha tərəf yol tutmaq istədikdə bir yollara çevrilir. Bilmirəm hansını tutum gedim. Hər bir şeyi tərk elədim ki, haqqa qovuşum, həqiqətə qovuşum, zəngin olum. Lakin heç kəs mənə yardım eləmədi və sanki bu yardımsız buraxılaraq mən süskünlüyümü və heyrətimi daha da artırdı. Beləmi olur? İnsanlardan kömək istədikdə ona rişxəndmi edərlər? Yəni məni köməksiz buraxarıq. İbn Teymiyyə rahimehullah ona qısa kəlmələrlə çox geniş, əzəmətli mənalara dəlalət edən bir cavab yazır ki, bu cavab Qur'andan və sünnədən süzülüb gəlmiş bir bulaqdır sanki. Deyir ki, ilk növbədə bu insan Allaha çoxlu dua etmək və yalvarıb yaxarmaqla sığınmalıdır. Və xüsusən də hədislərdə, əsərlərdə varid olan Peyğəmbərdən və sahabələrdən gələn dualarla Allaha dua etməlidir. Və xüsusən də duaya icabət verilən saatları seçməlidir. Misal üçün, gecənin son 1/3 səcdələrdə, azan və iqamə arasında və namazdan sonra. Və ikinci bir məsələ, çoxlu istiğfar və tövbə etməlidir. Çünki Allaha tövbə eləyənləri Allah tövbəsini qəbul edib onu günahlardan təmizləyər. Və üçüncü bir məsələ, daimi zikr eləmək. Müntəzəm zikirlərə, virdlər özünə təyin etmək, səhər və axşam zikirləri, namazdan sonraki zikirlər, yatmamışdan öncəki zikirlər, bu zikirlər insanı şeytandan və onun vəsvəsələrindən qoruyur. İnsanlardan və cinlərdən olan şeytanlar və insanın pis fikirlərindən qoruyur. Allah ona dünya və axirət xeyirləri verir. Allah onu hifz eləyir. Və üçüncü bir məsələ, namazı, xüsusən namazı və başqa fərzləri canı qəlbdən yerinə yetirmək, həm daxilən, həm zahirən, daxilən Allaha sevgi, məhəbbət, ixlas, təzim və s. qəlbi əməllər və zahirən də dəstəmaz və təmizlik kimi əməllərlə və düzgün hərəkətləri yerinə yetirmək, sünnəyə müvafiq olmaqla. Və dördüncü bir məsələ səbirli olmaq. Çünki bu yolda səni sağa sola yönləndirən işlər ərz olacaq, gələcək başına, hamısını səbirlə qarşılayıb dəf etməlisən. Çünki nə Peyğəmbər, nə də Peyğəmbərdən aşağı kimlər olur olsun, səbirsiz böyük əzəmətli əməllərə müvəffəq olmamışlar. Hər bir çətinlikdən sonra asanlıq var, hər bir müsibətin yanında qurtuluş var, əgər səbir etsən.